Etan və etilenden ibarət 10 litr qaz qarışığının tam hidrogenləşməsinə 6 litr hidrogen sərf olunub. İlkin qarışıqda etan həcmcə neçə faiz təşkil edir? Etan doymuş karbhidrogen olduğuna görə hidrogenlə reaksiya daxil olmayacaq. Etilen doymamış karbhidrogen hidrogenlə daxil olaraq C2H6 əmələ gətirir. Deməli 1 mol hidrogen 1 mol etilenlə reaksiya daxil olur və yaxud da 22,4 litr hidrogen 22,4 litr etilenlə reaksiya daxil olur. Daha sadə halda deyə bilərik ki, 1 litr hidrogen 1 litr etilenlə reaksiya daxil olur. Onda 6 litr hidrogen neçə litrlə daxil olar? X olacaq 6 litr. Deməli bu 10 litr qarışığın 6 litri etilendirsə, qalan 4 litri etan olmuş olacaq. Onda etanın həcm payı olacaq. Deməli 4 bölünsün 10 vurulsun 100%. Yəni 4 litri ümumi 10 litrə böldük 40%. B.